Azərbaycanda əhalinin ev almaq imkanı azalır. Hökumət qiymətlərin qalxmasını, müstəqil ekspert isə korrupsiyanın və gəlirlərin az olmasına səbəb göstərir. Mərkəzi Bankın açıqladığı 2025-ci ilin ilk yarısı üzrə maliyyə sabitliyi hesabatında deyilir ki, son 5 ildə mənzillərin qiyməti 46% artıb. 2023-cü ildən isə ipoteka kreditləşməsində azalma var. Hesabat bunu evlərin bahalaşması, ipoteka faizlərinin artması və dövlət hesabına verilən kredit həcminin limitli olması ilə izah edir. Dövlət hesabına kreditlər ipoteka və kredit zəmanət fondunun xətti ilə verilir. Müəyyən meyarlara cavab verənlər isə fonddan güzəştli kredit də ala bilir. Ümumilikdə belə kreditlərin faizləri 4-8% arasındadır. Parlamentdə Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini Elşad Musayev bildirir ki, xüsusən də paytaxtda mənzil qiymətləri yüksəkdir, tikinti sahəsində isə azalma var. Azərbaycan özündə kifayət qədər çoxlu iş adamları var, tikinti ilə məşğul olan adamlar var ki, bunlar tikinti ilə deməli yeni binaların tikilməsi üçün fürsət axtarırlar. Əllərində pulları var, vəsaitləri var. Əgər bunlara imkan verirsə, Bakı şəhərinin özündə 5 mərtəbələr, 9 mərtəbələr var, köhnə Sovet dövrünə qalmış həmin binalar var ki, onları tikib yerində hündür, modern binalar tikə bilərlər. Mən bu iş adamlarının söhbət əsasında deyirəm ki, adamlar ortaya vəsait qoymağa hazırdırlar. Binalar tikməyə də hazırdılar. Mən hesab edirəm bu sahədə biz əgər yumşalma siyasət həyata keçirə bilsək, yenidən Azərbaycanda bir tikinti bumu həyata keçirilsə, yəni bunu eləmək olar sadəcə bu məsələdə monopoliya aradan götürülməlidir və iş adamlarına, ölkənin daxilindəki iş adamlarına şərait yaradılmalıdır ki, həm tikinti ilə məşğul olsunlar, yeni deməli iş yerləri açsınlar, insanlar iş yerləri tapsınlar, işləsinlər. Eyni zamanda qiymətlər də düşsün aşağı. Müstəqil ekspert isə deyir, təkcə bununla məsələ bitmir. İpotekaların verilməsində mənzil satışında şəffaflıq olmalıdır. Ölkədə Mənzil İnşaatı Dövlət Agentliyi MİDA-nın xətti ilə ucuz ellər layihəsi də həyata keçirilir. MİDA mənzilləri ilə bağlı tez-tez şikayətlər eşidilirdi ki, mənzillər satışa çıxarılandan bir neçə saniyə sonra satılmış olur ki, bütün məlumatların da qısa müddətə daxil edilməsi mümkünsüzdür. Burada korrupsiya iddiaları səsləndirilirdi. MİDA bu iddiaları qəbul etmirdi. Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov eyni iddianı ipoteka və kredit zəmanət fondu haqqında da səsləndirir. Deyir ki, ipotekaların verilməsində şəffaflıq yoxdur. Bəzi insanlar var ki, bir ailədə bir neçə dəfə gedib elənkini ev alıblar və bunun üzərində də nəzarət yoxdur. Yaxşı olar ki, şəffaf olsun. Yəni ki, dövlətdən güzəştli kredit alınırsa, o kreditləri kim alır, necə alır, hamısı şəffaf həmin fondun internet saytında olsun ki, bunun sayəsində heç olmasa bu qanunsuz alınan belə kreditlərin sayı azalar və vətəndaşlara bu halda daha çox oradan kredit düşər. Yeni tikilən binalarda korrupsiyadır, həmin binaların tikilməsi üçün tikinti şirkətlər